Koxulyar implant nədir? Heç bilirdinizmi ki, ağır eşitmə məhdudiyyəti olan bəzi şəxslər müasir tibbin imkanları sayəsində səsləri yenidən eşidə bilərlər. Koxulyar implant eşitmə məhdudiyyəti olan şəxslər üçün nəzərdə tutulmuş yüksək texnologiyalı elektron tibbi cihazdır. Eşitmə cihazından fərqli olaraq o səsi sadəcə gücləndirmir, səs siqnallarını elektrik impulslarına çevirərək birbaşa eşitmə sinirini stimullaşdırır və beynin səsləri qəbul etməsinə kömək edir. Koxulyar implant sistemi qulağın arxasında yerləşən xarici və cərrahi əməliyyatla daxili qulağa yerləşdirilən implantdan ibarətdir. Bu texnologiya sayəsində bir çox uşaq və böyüklər nitqi daha yaxşı eşidə, ünsiyyət qura, təhsil ala və sosial həyata daha fəal qoşula bilirlər. Lakin koxulyar implant yetərli deyil. Əməliyyatdan sonra audioloq, nitq terapevti və digər mütəxəssislərin iştirakı ilə aparılan eşitmə və nitq reabilitasiyası uğurlu nəticənin ən vacib mərhələsindən biridir. Xüsusilə uşaqlarda erkən diaqnostika, vaxtında əməliyyat və ailənin fəal iştirakı onların gələcəkdə inkişafı və cəmiyyətə inteqrasiyası üçün mühüm əhəmiyyət daşıyır. Unutmayaq ki, erkən diaqnostika, düzgün müalicə və davamlı reabilitasiya eşitmə məhdudiyyəti olan şəxslərin həyat keyfiyyətini yüksəldən və onların cəmiyyətə bərabər imkanlarla qoşulmasına şərait yaradan əsas amillərdəndir. İnklüziv cəmiyyət naminə birlikdə çalışaq.